Ürəyinizin illərlə yorulmadan işləməsini istəyirsinizmi? Sadəcə gündəlik qida seçiminiz ürəyinizi xilas edə bilər. Miokard infarktını sakitcə yaxınlaşdıran qidalar var. Amma onlardan qorunmaq mümkündür. Deyəcəyim qidalar damarlarınızı təmizləyir. Əgər bu qidaları gündəlik istifadə etsəniz, damarlarınızda baş verən dəyişiklik sizi təəccübləndirəcək. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Ürək-damar sisteminin sağlamlığını qorumaq aktiv həyat tərzi ilə bərabər düzgün qidalanma da ürək-damar sisteminin sağlamlığı üçün vacibdir. Birinci yerdə almadır. Flavonoidlərlə zəngin olan alma, ürəyin işemik xəstəliyinin profilaktikasında olduqca faydalıdır. Alma qanda pis xolestərinin səviyyəsini aşağı salaraq ürək damarlarını təmizləyir və dözümlülüyünü artırır. İkinci ləpələr və tumlardır. Onların tərkibində yüksək miqdarda kalium və maqnium var. Hər iki element qan təzyiqini aşağı salır. Qoz, fındıq, badam, ləpəsi və kətan toxumu müntəzəm şəkildə yeyilərsə, ürək-damar problemlərindən yaxa qurtarmağa kömək edər. Üçüncü kasnı bitkisidir. Kasnı damarları təmizləyir, təzyiqi stabilləşdirir, taxikardiya və ateroskleroz riskini azaldır. Eyni zamanda artıq xolesterini orqanizmdən təmizləyir. Kasnının tərkibində inulin, fol turşusu, vitaminlər və minerallar miokard infarktından qoruyur. Dördüncü balıqdır. Skumbriya, farel kimi balıqlarda omega-3 yağ turşusu yüksək miqdardadır. Omega-3 ürəyin koronar, tac damar xəstəliyinin əmələ gəlməsinə mane olur. Mütəmadi olaraq yeyilən balıq miokard infarktı riskini də azaldaraq damarları təmizləyir, həyat keyfiyyətini nizama salır. Bəs siz bu qidalar barədə nə düşünürsünüz? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.